Kəsirlərin müqayisəsi. Kəsirlər necə müqayisə olunur? Fərz edək ki, bizə 2 dənə kəsir vermişdi. 7-də 4 və 6-da 5. Bu kəsirləri baxdıqda görürük ki, surətə görə ikinci kəsir böyükdür, məxrəcə görə isə birinci kəsir. Biz qərarsızlıqla qarşılaşdıq. İndi necə qərar verək ki, hansı kəsir böyükdür? Bu qərarsızlıqdan qurtulmaq üçün biz məxrəci bərabərləşdirməliyik. Məxrəc üçün isə ən böyük ortaq, ən kiçik ortaq bölünən demək onların hasilidir. O anda kəsirin əsas xassəsinə görə birinci kəsirin sürət məxrəcini 6-ya, ikinci kəsirin sürət məxrəcini 7-yə vurmalıyıq. Aldıq 42-də 24 və 42-də 35. Beləliklə biz məxrəcləri bərabərləşdirə bildik. Kəsirlərin müqayisəsi isə surətə köçürülmüş oldu. İkinci kəsirin surəti isə birincidən böyük olduğu üçün ikinci kəsir qiyməti birincidən böyük olmuş oldu.